Bugün gözəl bir balamız da arzusuna çatmış oldu. Gəlin mən sizi onunla tanış eləyim, sonra nə aldığı barəsində ətraflı məlumat verəcəm. Vaxtınız xeyirli olsun. Bu ilə qonağımız kimdir? Ertuğrul. Ertuğrul'dur bu ilə qonağımız. Ertuğrul, hardan gəlmişsən? Xətai rayonundan gəlmişəm. Neçənci sinifdə oxuyursan sən? 7-ci sinifdə. Ertuğrul, danış, neçə vaxtı planlaşdırırsan bu kompüteri götürməyə? Mən bu kompüteri 3 ildir planlaşdırıram. Bu il məktəbin yaxşı keçdi deyə mən bu kompüteri almağa uğurlu oldu, yəni bu kompüteri almam. Çox çalışdım kompüteri almaq üçün. İmtahanlarım da qəşəng oldu. Normaldır, mən belə başladım ki, oxuyursan. Bayaqdan soruşdum, dedi ki, dərslərim də hər şey qaydasındadır. Kompüter sənə almaqda kim kömək oldu? Babam kömək oldu. Sizlə danışdıq telefonda, sizlə qurduq. Sonra isə babamla danışdım. Söhbətin ağır momentində babası da qoşuldu söhbətə. Babaya buradan təşəkkür eləyək. Hər kəsə elə baba qismət olsun. Və bunu deyək. Kompüter olmayan çox uşaqlar var. Onlara buradan nə arzu eləyərsən sən? Hamısının istədiyi xəyallarındakı kompüterin olmasını arzulayıram. İnşallah. Ertuğrul FPS oyunlarına üstünlüğü verdiği üçün 280 geçti. Legion monitorunu seçti. Intel Core i7 12700KF, maye soyutması, 32 GB operativ yaddaş, B760 Pro serisindən plata, 1 TB MK SSD və 4060 video kartasından belə bir gözəl bir sistem blok alındı. Sonradan təbii ki, birləşib, köməkləşib, detalları bir-bir qutularına yığmağa başladıq. Ertuğrul'un həyəcanının həddi-hüddü yox idi. Həqiqətən də gözəl bir hissdir. Arzu edirik ki, hər kəsə qismət olsun. Monitoru da söktük, qarabqasına yığandan sonra qaldı bircə zəmanət talonuna qol çəkmək. Ertuğrul qolunu çəkdi, imzasını atdı, möhrünü vurdu və arzusuna çatmış oldu. Xeyirli olsun. Xeyirli olsun. Xeyirli görəsən.